30 yaşımın verdiyi təcrübələrə əsasən aldığım dərsləri sizlə danışacağım. Bu dəfə isə videonu makyaj çəkə-çəkə yox, makyajımı təmizləyə-təmizləyə danışacağım. Düşündüm necə danışım, dedim mən yaxşı belə. Həyat seçimdir və bu seçiminizi əsla və əsla heç kimin səlahiyyətinə verin. Bu sizə böyük bir peşmançılıqdır. Bilin ki, bir insan əsəbi halda sizə nələr deyirsə, o həmin adamın ayıq ikən sənin haqqında düşündüyü əsl gerçək sözlərdir. Bunun əksini iddia edər, kommentə zəhmət olmasa gəlsin. Qızlar yox deməyi bacarmalısınız. Yox demək bir növ sənin sərhədlərinin olduğunu göstərir və özünə hörmətin ən təməl başlığıdır. Yox demək özünə bir hörmətdir. Yox demək sənin şəxsiyyət olaraq özünün şəxsi işlərinin olduğunu və sənin başqalarına qarşı açıq qapı olmamağını göstərir. Belə videoların ardının gəlməyini istəyirsə, kommentdə yazarsınız. Bye bye. Bye bye. Bye bye.